Hamıya salam, D20 Masa izləyiciləri. Bu gün də Nağılbazlar podkastın ikinci bölümünü çəkirik 5 ay sonra. Nurlan abi, mən əslində baxdım YouTube-da 5 ay imiş. Mənə bir il kimi gəldi o 5 ay yəni. Oradan. Elə bilirəm ki, biz keçən il falan çəkdik. Əslində keçən ildir də yəni ki. Amma keçən ilin əvvəllərində falan kimi gəldi mənə. Mən tam tərsi elə bilirəm 1-2 ay falan əvvəl çəkdim. Nə bilim. Yəni, mənim həyatımda yəqin çox şey dəyişib 5 ay ərzində, ona görə biraz elə olmuş ola bilər. Bu gün yanımızda, kanalımızda ilk dəfə qonaq qismində və bundan sonra da ümid edirik ki, bir çox qismdə hərdən ya da ki davamlı olaraq indi zaman göstərər də qismət yer alacaq Lətif qardaşımız bizləndir. Lətif, salam, necəsən müəllim? Salam əleykum, həmşəsə, mərhabalar. Necəsiz? Sağ ol qardaşım, sən necəsən? Allah. Mən də şükürlər. Bu qədər. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər dostlar. Videonu bəyənib kanalıma abunə olmayı unutmayın. Sanı da açarsınız oradan. Müəllim, səni bura dəvət eləməyimizin səbəbi bəllidir. Biz istəyirik ki, səni tanıyaq yaxından. Yəni o şeydir, Shadow Dark falan bəhanədir. Prosta yəni səni tanımaq üçün çağırmışıq bura. Yəni bu qədər. Çox bir şeyim yoxdur. Düz yaşayan bir NPC-yəm. Müəllim, biz hamımız zaten NPC, müəllim, başqalarının hekayələrində. Bu qədər, yəni bitdi. GM olmaq elə bir şeydir də biraz. Müəllim, səndən istəyirsən biz özümüz zaten biz keçən bölüm müzakirə elədik Nurlan abi ilə. Sən istəyirsən bir öz background-u dinlə, necə gəldin bu sənətə? Ondan sonra necə oldu ki, yəni məsələn bu işlərin dalınca düşdün falan. Səni nə vadar elədi? Onlar haqqında bir qısaca. Nasıl başlamısan? O da olar. Deyim. Mənim üçün hər şeyin başlanğıcı belə deyim sizə. 2024-ün bir yayındaydı. Mən əvvəllər bu kompüter oyunlarına falan belə bir RPG oyunları falan özüm sevirdim. Belə roleplay oyunlarını oynayırdım. Bir gün də bir dostum mənə çıxdı dedi ki, dedim Murat, sən nə əcəb heç yəni bu D&D oynamış da. Dedim o nə olan şey D&D falan. Belə danışmağa başladı. Şah dedi, nə bilmirəm Murat, bir adam çıxır bir nağıl danışır. Nə bilim bir zindana gedirlər, biri nə bilim sehir tulluyur, biri qılınc ilə durur, vurur, nə bilim biri mahnı oxuyur, bir şey atır falan. Yəni D&D-ni ən belə anlatmamalı olduğun formatda anlatdı da masa, elə deyim yəni. Bu formatda D&D-ni də anlatmaması birisinə yəni. O formatda anlatdı. Və mən bir həvəsə gəldim ki, ola bu nə olan şeydir? Mən bunu oturub oynamalıyam deyə. Sonra başladım biraz internetdə araşdırmalar eləməyə, biraz Discordda qruplara falan baxdım. Nədir də? Yəni bir baxım tanış olum. Yəni bir şey kimidir, bir necə deyim, bir kəndli bir şəhərə gedəndə necə bir belə aydınlanır ki, o nələr varmış kimi. Biraz o fason biraz oturdum araşdırmalar elədim, nə var, nə yox deyə. Sunuculara falan baxdım. Belə fərqli insanlarla tanış oldum. Mən də özüm əsas çox uzun bir müddət oynamışam. Elə çox şeydə onlardan öyrənmişəm. Azərbaycan nəzərindən orada adam tapmaq ki, hələ təcrübəli bir adam tapmaq daha rahatdır aslında. Yəni biz D&D oynayırdın türklərlə. D&D-dən əlavə çox sistemdə oynadım. Yəni bayağı çox sistem oynadım. Hətta bir dəfə L5-də demiş. Bəlkə yadında olar. Məsələn L5-də adlı bir sistem var məsələn. L5 Legend of Five Rings-dir. Legend of yox, bilmirəm mən. Nurlan, sən bilirsən onu? Adını eşitmişəm amma oynamamışam. Okay. Məsələn o L5-li sistemidir. Nə bilim Warhammer Fantasy oynamışıq, Savage World oynamışıq. Nə bilim ağlıma gəlsə çox sistem oynamışıq. Amma Pathfinder 1, Pathfinder 2, nə bilim D&D 3.5. Yəni fərqli yəni bir çox yəni sistemdə oynamışıq. Mən D&D 3.5-dən başlamışam mən. Orada bir çox sistemlər oynamışıq. Belə yəni orada bir çox adam tanıdım. Həm toksik, həm yaxşı. Yəni hər cürə belə deyim də arası adam tanıdım. Hələ də yeni adamlar tanıyıram. Mən də əsas belədir. İndi soruşdun ki, necə sən GM oldun? Necə bu sahəyə girdin? İndi o sualına cavab verim. Mən özüm əslində necə idi? İlk vaxtları zaten əsas game master olmaq istəyirdim. O da necə? Mən özüm belə deyim, hobi olaraq yazarlıqla məşğul olam. Mən özüm bu hobiydən əvvəl də bir şeylər yazırdım hər də. Bir nağıl yazırdım, bir hekayə yazırdım, bir dünya falan yazırdım. Xoşuma gəlir, mənim hobiyəm yəni. Fikirləşdim ki, mən burada öz yazdığım dünyanı oynada bilərəm. Yəni sadəcə yazmaqla qalmaz, oynada da bilərəm. Əslində elə girişdim mən o həvəsimi yaşamaq. Əslində biraz da ona görə də deyirəm, mən daha belə ciddi oyun oynada bilirəm. Yəni düz mırt oyunu gözəldir, onun öz yeri var amma o biraz mənimlə bağlı bir şey. Mən daha belə ciddi oyunlar oynatmağa
bacarıram. Bir şey yazım və onu təqdim edeyim bu oyunçu, o dünyada bir xarakter yaşadan. Müəllim, konkret şey olub. O qaqaş kimdirsə sənə D&D danışan. Konkret o live petlər olur da, yəni 2 yerə. Sən bu dəqiqə hansısa bir ASTV-də senarist falan da ola bilərdin. Başa düşdün yəni? Ya da Cavan TV-də işləyərdin. Yəni Talih Yüzboyev 2. Onun yerinə burada yəni GM Game Master olmusan o qaqaşın sayəsində. Elə bir şey həyatda bu tərəfdən getmişik. Bu tərəf seçmişik. Sizə bir söz deyim. Mən də əslində ilk dəfə oynayanda D&D-ni oynayanda yox da eşidəndə bilsən necə bir şey kimi başa düşmüşdüm mən. Yəni itürən tərəf var, işıq gələn tərəf. Hara gedirsiniz? İtürən tərəfə. İtürən tərəfə getdiniz, itürür. Nə edirsiniz məsələn? Biz də itürürük. Yəni mən elə dedim ki, GM daim sual verməlidir. Oyunçular da cavab verməlidir falan. Role play ümumiyyətlə başa düşməmişdim mən nə deməkdir, nə etməlisən falan. Yəni birinci mən oynayanda da qarışıqlıq olmuşdu yəni iki dəfə. Yəni səndə bəs Choose your own adventure şeylər. Ay sağ ol. Oyunlar onun kimi. Hətta data odur da məndə yəni. Detroit Become Human falan. Ay sağ ol. Elə biləm odur yəni D&D-də. Əməlli. Mən qəhrəman sənə demişdim, yəni təsadüfən qarşıma çıxmışdı. Matt Mercer'ın nəsə D&D oynatdığı bir dənə video. Ondan sonra demişdim ki, o dənə bomba ideyadır, bu necə maraqlı bir şeydir. Oturub araşdırmışdım falan. Mən ən böyük çətinliyim odur ki, mən açığı onlayn oynamaq falan o qədər maraqlı gəlmir mənə. Məsələn, bir yığışasan bir yerə falan. Bizim ilk vaxtlarında. Yəni, o da ki, mən 2017-də elə bir ki, oyunu tapmışdım, oynadırdım falan. Mən də adam tapmaq çox çətin idi açığı. Çünki indi nisbətən Dungeons and Dragons şeydir, daha məşhurdur. Amma yəni o vaxt demək olar ki, mən heç kim tanımır ki, Dungeons and Dragons falan oynasın. Qəşəng müəllim. Yəni indi artıq yəni görsən də müəllim, yəni mən sənə bir söz deyim müəllim. Mən gördüm Reddit-də o şey sizin Telegram kanalında Lətif. Dedim ki, hədə yəqin 5-6 uşaq da yəni bizim kimi nəsə D&D falan. Girdim Telegrama 500 nəfər. Yəni ki, o qədər adam nə bilim D&D zad oynayırmış falan. Mən şoka düşdüm ki, yəni Azərbaycanda hədə var imiş falan. Və görürdüm mən rus dilində falan, yəni elanları zadı görürdüm. Dedim hədə yəqin rus yazıçılar öz aralarında belə. Amma yəni Azərbaycanda bayağı bir D&D oynayan bir güruh var imiş. Yəni güruh deyəcəm ona. O qrup əslində verdim, Board Game qrupu da özündə. Biz o qrupda keçən il danışdıq. Dedik ki, biz burada bir D&D oynatmaq istəyirik falan. İstəyir ki, biz bu belə deyim də, burada biz D&D başlayaq. Buradakı insanlar özləri də biraz bir D&D belə həvəs salsın. Çünki Azərbaycanda D&D ümumiyyətlə o qədər populyar bir şey deyil. Ki, həqiqətən Nurlan dediyi kimi, yəni adam tapmaq olmur çətindir. Yəni yavaş-yavaş belə biz də təşəbbüslər eləyirik ki, həqiqətən bu belə populyarlaşsın falan. İndi inşallah görək zamanla daha çox adamı tanıyacaq, daha çox adam bu sahəyə girəcək. Görək xeyrisi nə olacaq. Görək də keçən də başlamışıq yəni biz də bu işlərə. Müəllim, onda gəl istəyirsən elə Shadow of Dark-dan başlayaq müəllim. Sən Shadow of Dark-a necə belə könül verdin? Niyə görə məsələn D&D ilə başlamısan, oynamısan da D&D. 3.5-ə qədər oynamısan yəni. Yəni Shadow of Dark-ı ilk özün oynadın mı, yoxsa Shadow of Dark-ı gördün mən bunu apararam mı? Yəni necə baş verdi o proses yəni? Mən görüntü pisləşdi deyəsən bir donunuz siz məndə. Bir an getdi sonra qayıtdı amma. İndi yaxşıdır. Mənim internetimdə belə biraz problem oldu deyəsən. Okay. Eşitdim sualı belə deyim sənə əsasən. İndi mən özüm düzdür. Başda bu D&D 5-lə başladım. İlk oynatdığım D&D 5 idi. Amma belə deyim də, yavaş-yavaş özüm də bunu fərq eləməyə başladım ki, D&D o qədər də xoşuma gəlmir. Niyə? D&D çox şey, mənə çox belə mexaniki, çox belə necə deyim, sistem sanki çox belə qırmağa müsaitmiş. Yəni bir kompüter oyunu kimi hissələndirir. O mənə xoşuma gəlmədi, açıq deyim. Mən özüm necə oldu? Yeni sistemlər araşdırmağa başladım özüm. Bir çox sistemlərlə tanış oldum falan. Ən sonuncu elə bir ki, baxdığım, gördüm və bəyəndiyim sistem Shadow of Dark oldu. Necə? Onu elə bir oxudum. Onun belə deyim, öz yapısı deyim, xoşuma gəldi. Amma necə? Mən əsasən bu RPG deyim. RPG-lərdə sevmədiyim şey, biraz qəribə gələcək, amma zərdir. Ən sevmədiyim şey zərdir mənim. İndi deyərsiniz ki, necə də, yəni bu adam RPG-ləri niyə zər sevmir falan. Onu belə cavab verim sizə. Mən əsasən necə gördüm? Bunu gördüm ki, misal üçün, otağa girirsən, araşdırma edirəm zərat. Abi, otağı mənə danış, özüm bir otaqda bura baxıram, ora baxıram deyim. Niyə o dəqiqə investigation zərat? Özüm bir şey eləyim, nə bilim. Bir döyüşdə bir şey eləmək istəsəm, bir dənə zərat. Yəni öz
elə bir kimsə necə? Orda zər yaxşı gəlsə belə, o mənim uğurum kimi hiss elətdirmir. O zərin uğuru kimi hiss elətdirir. Məndən bağımsız bir şey orada uğurdur. Yəni mən onu bazaranda belə özüm yaxşı hiss eləmirəm. Yəni o mənim uğurum deyil. Bu indi Shadow'da OCR da özündə old school adlı. OCR-larda belə bir məntiq var ki, indi bu Shadow'lar közü OCR-ın daha modelinləşdirilmiş halıdır. OCR-da belə bir məntiq var ki, eynən bu dediyim kimidir. Zər çox vaxt bəlirsizlikdə istifadə olunur. Həqiqətən də oyunçu öz uğuru ilə bir şey əldə edir. Otağa girirəm, Game Master mən otağı anladım və mən orada durub deyirəm ki, bura baxıram, ora baxıram, bunu araşdırıram falan. Bir şey bazaranda belə mən özüm düşürəm. Yəni zər orada danış. Düzdür, kombatda falan zər işləyir. Bu başqa məsələ. Çünki orada biraz bəlirsizlik var axı. Mən vururam deyəndə necə oldu sən vurdun? Yəni orada bizlər o bəlirsizliyi təyin edən bir şeydir. Onun xaricində bir çox situasiya var ki, onu sən elə bir şey oyunçu olaraq özün təyin edirsən. Bir də nə xoşuma gəldi? Mən deyəndə bunu görmədim ki, məsələn, oxçu oynayırsan, oturub oxunu sayan görmədim. Və yaxud da yaşayan bir canlısan və oturub yemək sayan bir adam görmədim. Yəni yatma ehtiyacı falan mən belə şeylər görmürəm. Bunlar çox belə elsiz olur, bitir kimi danışılır, amma bu mənim xoşuma gəlmir. Shadow'da yediyin yeməyə qədər oturub sayırsın, atdığın ox qədər oturub sayırsın. Bu həyatda qalma unsurları mənim çox xoşuma gəlir. Bu dümdüz gedib biz fight atırıqdan çox mən özümü də düşünürəm. Öz həyatda qalma ehtiyaclarımı da düşünürəm. Partiyada da Ranger yox deyə. Hani bir strategiya var, bir var. Yəni mən özüm bir plan qururam və ona görə gedirəm. Yəni hər şey belə zər atıram, oldu kimi get. Amma dediyim ki, bu tamamilə mənim öz zövqümlə bağlıdır. Yəni kim necə sevər, elə də oynayar. Yəni ona hörmət duyuram. Amma öz sevdiyi formada oynayır. Mən şey kimi də, yəni sən God of War da sevə bilərsən, ya da ki, nə bilim, Daisy də sevə bilərsən də. Yəni bir var linear heroic hekayə ola bilər, bir də var ki, nə bilim, getdim, nə bilim, 3 dənə güllə atdım, 2 gülləm qaldı falan kimi. Yəni digital oyunlardan da onun məntiqi ilə. Escape from Tarkov var ya, məsələn, bu oyunlarda falan şey var da, yediyin yemək belə orada oturub deyirsən. Yediyin çox yemək yeyəndə xarakterin şey olur, belə bir dəngəsiz pozu, ağırlaşmağı var falan. Elə situasiyalar var məsələn orada da. Yəni mən də əslində bir ara, yəni onu fikirləşdim, şey eləyim. Məsələn, mən ilk bölümlərdə falan bizim qiyamətdə, məsələn, yeməyi falan sayırdım. Sonra görürəm ki, onsuz da ki, yəni 2 aydan bir oynaya bilirik, yəni ki, vaxt olmur, hekayə irəliləmir. Başa düşdün? Bir də o xırda detallara da getsən, yəni çox elə bir uzun dərə olacaqdı ya. Daha başımı buraxdım mənim bir yerdən sonra mən. Müəllim, sən nə fikirləşirsən Nurlan, bəs bu D&D ilə bağlı qardaşın dediklərinə? Sən gəlib deyirsən ki, bəs Russianlarda bir dənə azarlıq. Russianlar hardadır? Ay sağ ol. Əvvəl onu izah eləməlisən. Yəni. Necə azaldırlar? Yəni ona görə bizim üçün yəni o qeyri-mümkündür hələ ki. Hə müəllim, sənin fikrin nədir bəs müəllimin Lətvin D&D ilə bağlı dediklərin? D&D-nin qırılmağa çox uyğun olduğu, yəni tamamilə düzdür. Cəmaət elə bildlər düzəldir ki, yəni deyirəm ki, mən oturub fikirləşsəm mənim ağlıma qətiyyən belə bir şey gəlməz. Və bildiyin necə belə bir dənə ifadə var. Yadımdan çıxıb hansı şeydir. Oyun dizayneri demişdi. Deyir ki, şans verilsə oyunçular oyundan bütün əyləncəni eləyəcəklər. Optimize edib çıxardacaqlar. Okay, o deməkdir ki, yəni istənilən oyunda nəsə optimal bir yapacaqlar ki, bunu eləyək, 100% da. Bütün oyunlarda da belədir. En cürədə şeydədir, D&D-də. Kimsə nəsə build düzəldir ki, nədir bu? Bundan sonra nə bilim, çoxlu spell slotun olacaq. Heç nə qurtarmayacaq. Kef elə. Dağıt tök, nə bilim nə? Hər gün 400 qoyuram. Yəni bir raunda hər neçə dənə damage elədim. Belə şeylər. Müəllim, mən öcəkdən tamamilə razıyam. Bir dənə bir şey əlavə eləmək istəyirəm. Bir də müəllim, mənim zər söhbəti ilə bağlı bir dənə fikrim var. Yəni mənim şəxsi fikrim dediyim kimi, hamımızın şəxsi fikridir zaten burada dediklərimiz. Yəni mən orada məsələn mən zəri orada bir uğurlu bir şey alındı, alınmadı kimi görmürəm də. Mən zəri sadəcə orada məsələn mən ümumiyyətlə D&D kimi roleplay oyunlarını elə əsasən roleplay tərəfindən görürəm deyə. Biz burada məsələn bir karakter yaratmışıq və bu karakteri biz canlandırırıq. Bir teatr kimi mən görürəm. O zər də sadəcə yəni ki, o karakterin başına gələnlərin bir identifier kimi bir şeydir də orada yəni. Məsələn karakter uğursuz oldu, karakter uğurlu oldu. Yəni ki, mən oyunu uddum kimi görmürəm məsələn. Yəni ki, sadəcə biz zərə reaksiya veririk. Yəni zərdən çıxan şeyə. Yəni mən onu elə görürəm deyə biraz. Ona görə bunu biraz oyun mexaniki kimi, zər kimi görmürəm. Yəni sadəcə orada bir yəni random bir şey olmalıdır. Orada zər atırıq. Yəni həqiqətən gəlib kimisə vura bilmərik ya da ki, həqiqətən gəlib kimisə siyirməsini açanmaram deyə sadəcə zər atıram yəni. Biraz sürətləndirmə kimi də ola bilər əslində o. Bilmirəm. Mən belə fikirləşirəm. Anladım demək istəyirəm. Zaten mən dediyimdə ondan ibarətdir ki, mən necə deyim, misal üçün belə deyim də, orada bir xarakter oynayanda biraz xarakter kimi fikirləşirəm, nə olar? İndi xarakter təbii olaraq ölmək istəməz də yəni. Necə biz ölmək
istəmirsən, xarakter də ölmək istəməz. Xarakter uğur əldə etmək istəyir və uğur əldə etmək üçün nə etməlidir? Başını işlətməlidir, bir plan qurmalıdır, strategiya qurmalıdır. Mən əslində ondan bəhs edirəm. Mənim dediyim odur zaten. Yoxsa yəni bu əlbəttə günün sonunda yığışmışıq. Yəni burada zər atılır. Yəni bir zərin təyin etdiyi bəzi şeylər var. Yəni zərin bədəllədiyi və mükəmməl situasiyalar biri var. Mən bunları da görürəm. Yəni mənim əsas demək istədiyim şey ondan ibarət ki, həyati funksiyalarda ola bildiyincə işi belə deyim də planlayıb dəqiq eləməyə çalışırsan ki, ölməyəsən. Xarakterdə yəni bunu istəyirlər əlbəttə təbii olaraq. Dediyim o insan. Sən bu zərdən elə başlamışıqsa, mən bu söhbəti istəyirəm inspiration-a gətirim. İndi Shadow of Lark-da bu luck token olaraq gedir. Məsələn, D&D-də inspiration point olaraq gedir indi. Mənim siz bir oyun aparıcı olaraq, bir nağılbaz olaraq müəllim. Məsələn, komandadakı insanlara oyun başı nə qədər məsələn inspiration verirsiniz və ya nəyin əsasında inspiration verirsiniz? Yəni belə. Okay. Mən sənə bir dənə şəkil atdım. Əgər mümkünsə videonu yayınlayanda bir dənə edit olaraq belə bir dənə ekrana qoya bilərəm mümkün bu şəkli. Bu şəklə əsasən bir dənə sakit bildirəcəm. Mən özüm elə belə deyim sənə. İlk başda bunu biraz fikirləşdim ki, inspiration mexanik kimi nə edə bilərəm öz oyunçularıma. Çünki belə deyim də mən game masterlığım bəllidir. Daha ciddi oynatmağı sevirəm. Tərzi var. Mən hörmət duyuram. Birisi əyləncə oynaya bilər. Mən daha ciddi oynadıram və oyunçularım da əsas bu formatda oynayırlar falan. Adam əziyyət çəkir, roleplay eləyir, bir plan qurur, bir şey üçün əlləşir, tamam mı? Mən bunu mükafatlandırmalıyam da, tooldan və əşyadan əlavə olaraq. Mən oturdum, belə bir kader puanı sistemi dediyimiz bir şey yazdım burada. İndi bu iki başlığa bölünür. Birincisi bu genel zar bazlı harcamalar dediyim, ikincisi bu savaş bazlı harcamalar dediyim. İndi bu sıfırdan başlayır kader puanı. Oyun əsnasında oyunçu roleplay elədikcə və yaxud nə bilim, bəzən çox gülməli situasiyalar, belə çox mırt bir zarafat edir, belə gülürük falan, amma yerində yəni dozu qaçanda yox. Yerində zarafatlar falan belə gülürük, əylənirik, yoxsa çox gözəl bir plan qurur falan. Deyirəm ki, mən bu oyunçu mükafatlandırmalıyam. Yəni belə bir situasiya olur və mükafatlandırıram. Minimum 1 qədər puan verirəm. Bəzən olur məsələn daha çox qədər puan verirəm. Deyirəm ola 3 qədər puan birdən almışam. Mükəmməl bir situasiya. Sən oyunu qırmısan onda. Yox, elə yox. O formatda yox. Elə qırmaq yox. Tweak eləmisən də biraz, yəni o şey luck tokenləri. Hə. O luck tokeni. Hətta Shadow'da pulp mod deyilən bir şey var bu arada. Ona baxa bilərsiniz. Birdən çox inspiration ala bilir xarakterlər orada. Bunu birikdirə misal üçün istifadə edə bilir. Mən bunu necə fikirləşirəm? Görürəm ki, oyunçu həqiqətən çox əziyyət çəkir. Belə gözəl bir efor sərf edir oyuna. Deyirəm ki, bu oyuncunun haqqı, bu belə bir mükafatı olsun. Bu formatda yazdığım bir inspiration mexanikası var. Mən bundan istifadə edirəm əsasında. Yəni siz də belə baxa bilərsiniz. Bəyəndiyiniz, bəyənmədiyiniz bir yerini deyə bilərsiniz. Mən oxudum biraz, yəni ki, qəşəng əslində şey eləmisən, yığmısan. Mən bir sən nəyə oxşatdım bunu? Yəni mən bu aralar mən indi Secret Santa hədiyyəsi kimi mənə Fallout Starter set gəlmişdi. Mən Fallout-u açdım, oxudum, biraz qutardım. Biraz oradakı sistemə oxşuyur əslində. Oradakı action point-ləri mənə xatırlatdı. Yəni çünki əlavə orada zər atanda məsələn hər success-ə görə məsələn elə bir şey var orada. Məsələn sənin atdığın zərin tamam ki, şey 1-dir, çətinliyi 1-dir. Sən 3 dənə zər atıb, üçündən də keçsən, qalan ikisi sənə əlavə action point-i kimi. Sonra listi var orada. Məsələn, 1 action point-ə bu, 2 action point-ə bunu, 3 action point-ə bunu eləyə bilərsən ki, məsələn, listləri var orada oyunda fərqli şey. Məsələn, o sistemə oxşatdım mən bunu. Yəni ona görə sevdim, yəni bəyəndim mən. Eyvallah, sağ olsun. Bir də müəllim, orada Fallout, bundan indi sənə deyim, bəlkə sən bunu işlədərsən indi. Fallout-da müəllim bir də əlində tam ki action point olmayanda sən GM-ə action point verib bu istədiklərini eləyə bilirsən kimi bir şey də olur. Yəni GM sonra işlədir onu sənə qarşı. Yəni artıq heç nə yoxdursa o işin məncə mən bu dəqiqə o səbirsizlənirəm, yəni o sistemi yoxlamaq üçün. Nə maraq şeydə var. Biraz şeydə Fate-dəki kimi deyirəm. Sən nəsə eləyəndə ki, sən uğursuz olanda şey qazanırsan, falan puan qazanırsan. Onun elə ki, biraz tərsinə versiyası. Sən Fate-ə çox oxşuyur. Şey edirsən ki, Fate-ə çox oxşuyur müəllim. Yəni ki, D&D ilə Fate arası bir yerdədir Fallout. Yəni, inspiration məsələsində açığı məndə şeydir, bir oyuncu çox güldüyüm bir şeylə də inspiration verirəm, düzün deyim. Amma bir də ən əsas mənim üçün ən hörmətli inspiration mənim üçün nədir? Misal üçün oyuncu özü bilir ki, bunu şeyləsə, bu
falan bir şey eləsə, ona sərf eləməyəcək ki, oyuncu. Amma personaj olaraq bunu eləməlidir. Yaxşı. Misal üçün sən bilirsən ki, sənin personajın bu dəqiqə nə bilim falan kəslə döyüşməyi seçsə, heç nə sizə həbs eləyəcəklər, nə bilim nə falan. Amma sən deyirsən ki, mənim personajım bu anda bunu eləyər. Sonra metagaming eləmirsən, qəbul edirsən ki, okey, hə, pis olacaq mənim üçün, amma yenə də eləyirəm. Çox hörmət edirəm açıq onu eləyən adamlara. Buna görə onun mütləq inspiration. Mən biraz onda oyunçularıma çox qəddar davranıram kimi gəldi bu dəqiqə. Çünki yəni mən sən necə fikirləşirsən? Eləməlisən də onsuz role play eləyirik də burada. Yəni Borc fikirləşir. Amma hər adam eləmirdi onu. Hə də. Çox adam metagaming. Misal üçün sən nədə o D&D monsterlarını ümumiyyətlə biləndən sonra biraz metagame eləməmək çox çətin. Misal üçün hər çalışıram eləməyim, amma misal üçün D&D personajı üzərindən deyirəm ki, nəyimə lazımdır? Mənim poison damage eləyən nəsə spell götürmək. Onsuz da bütün monsterlar şeydir. Nə bilim poisona immunity'si var falan. Çalışıram eləməyim, amma mümkün deyil. Mən orada belə bir şey edirəm. Mən konsept xarakter yaradıram falan, belə Game Master'la danışıram o situasiyada ki, misal, tamam, deyək bir sihirbaz olsun, yəni bu daha belə zəhər temalı sehirlər eləyir deyək saat. Mən danışıram Game Master'la, deyirəm ki, mən belə bir xarakter oynamaq istəyirəm. Mümkündür ki, misal üçün düşmənləri buna uyğun format tasarlaya bilərsən falan. Misal, o okey deyirsə, hə, onda okey misal üçün. Yəni o məncə Game Master'la danışıb həll oluna biləcək bir şeydir yəni. Yəni də ümumiyyətlə hamını təşviq edirik ki, nəsə bir beynimizdə plan varsa, Game Master'la məsləhətləşin, sonra eləyin. Oyunu Game Master sizə yox desin. Hə, yəni məncə də yəni. Ümumiyyətlə müəllim, yəni məsələn indi baxırsan ki, məsələn Rüstəmin indi şeydə qoy ayağında qoymaq istəməm bir şeyin, amma ki indi Rüstəm xaotik bir karakter oynayır, düzdür? Hə, məsələn bu adamın elədiyi hər şey normalda xaotik olmalıdır da, yəni faktiki olaraq. Məsələn sən necə düşünürsən? Məsələn sən indi role play eləyirsənsə, yəni hər şeyi, hər detalı, məsələn hər incə detalı, eləyəcəyin hər şeyi birinci qrupla danışıb, bax mən bunu eləyirəm, hamı okeydir, okey deyil. Bunu eləmə oynatmalısan, yoxsa yəni hamı öz karakterinə uyğun, yəni öz azad iradəsindən deyir ki, mənim karakterim bunu eləyir məsələn. Səncə necə olmalıdır müəllim? Bunu mən soruşursam, Nurlan soruşsun. İkimizə də, yəni kim istəyirsə şey eləsin. Birinci Nurlan soruşsun. Yo, buyur. Okay. Tamam. Mən şey deyim, ümumiyyətlə birincisi onu deyim ki, mən ümumiyyətlə hər hansı bir formada evil campaign oynatmıram. Birinci onu deyim belə. Belə iyilik mələyi, yəni mələk də oynatmıram, amma nötr ola bilərlər, amma belə evil, belə şeytan falan oynamaları o mənim xoşuma gəlməyən bir şey, mən nəşəvalı bir şeydir. Özüm heç oynatmıram. İndi nə ola bilər? Bir xarakter ola bilər, daha bir xaotik ola bilər misal. Mən belə fikirləşirəm bu barədə ki, indi komandaya çox asılıdır. Birincisi mən o adamı tanıyıram, məsələn, o adamın həqiqətən də belə bir xarakteri hansı formatda oynayacağını məsələn bilirəm. Deyək ki, bilirəm. Həqiqətən bilirəm ki, bu adam belə deyim də roluna uyğun formatda həqiqətən belə deyim də xarakterinə uyğun rol play eləyəcək. Həqiqətən bir iş toksikliyə falan çıxmayacaq. Həqiqətən bir oyun zövqümüzü məhv eləməyəcək bir səviyyəyə çıxacaq. Dozunda eləyəcəksə, okey. Yəni bu onsuz da həll olası bir şeydir. Amma belə deyim də biz tanımadan adam ola bilər, şey situasiyası yarana bilər. Yəni adam mənim xarakterim bunu eləyər deyib bütün oyunu məhv eləyir misal üçün. Görmüşəm elə adamlar bu ara. Mənim xarakterim bunu eləyər deyib nə bilim gedir bir NPC-yə sataşır, bütün komanda məhv oldu, getdi. Yəni bütün hər şey məhv olur falan. Bənzər şeylər görmüşəm. Ona görə məncə bu belə deyim də biraz oyunçu ilə bağlı bir şeydir. Yəni oyunçu öz də bir yerə düşünməlidir ki, mənim xarakterim bunu eləyər deyib toksik bir şey eləmək də doğru bir şey deyil. Çünki burada hamı yığışıb belə deyim də bir vaxtını ayırır və əylənmək istəyir, zövq almaq istəyir və mən bunların əyləncəsini məhv eləməm. Yəni mənim xarakterim bunu eləyər deyib. Məncə bunu tutturmaq lazımdır. Amma çox komandaya asılı bir şeydir. Yəni elə komandalar görmüşəm ki, bundan zövq alırlar. Yəni çox komandasına bağlı bir şeydir bu. Yəni əsas əyləncədir də. Yəni əyləncə olmayandan sonra qalan hər şey ikinci plandadır. Yəni mən də onu düşünən bir adamam yəni. Əlimdə çox önəmli bir şeydir. Yəni Nurlan, bəs sən müəllim? Bax mən şey deyirəm ki, nədir o? Hamı personajını belə şeyləsin də, autentik oynasın. Yəni gerçəkdə nə edir düşünürsənsə, onu da elə. Hə. Ev yox, partiya sərf eləməz. Amma hə, yəni onu da Lətif dediyi kimi biraz şey eləmək lazımdır, biraz tuzdurmaq lazımdır. Sən misal üçün partinin tamamilə məqsədlərin əksinə getsən, nə bilim, deyəm gül kimi planlar qurub, onları korlasan filan, yəni heç kim eləməyəcək. Yəni də sənin ümumiyyətlə stolda olmamağın lazımdır. Yəni ona görə mən onun tərəfdərəm ki, şeydir, bacardığın qədər, yəni ürəyin necə istəyirsə onu oyna, prosta hə. Təbii ki, şeyi korlamamaqla da başqaları üçün oyunu korlamamaqla. Yəni əslində yəni sənə bir söz deyim. Mən
biraz onu məsələn işi zarafata vurmağımın əsas səbəblərindən biri də bilsən nədir müəllim? Mən indi hər şeyi çox belə detallı eləsəm, oyunçular da deyəcək ki, hə yaxşı davay, başladıq falan. Yəni sənin bütün o oyunundakı bütün səhvləri axtarıb şey eləməyə, qırmağa çalışacaqlar da, yəni ki. Biraz ona da belə çəkinirəm. Çünki müəllim, yəni mən də yəni 7-24 işləyən adamam da. Mən şey deyirəm, oturum bütün günü, yəni bütün detallarını falan, hər şeyi incə detalları ilə yazım falan. Bəzi şeylər, hə də bu da belə oldu falan keçdi kimi, yəni onu biraz. Ya da nə bilim, məsələn bir adama bir şey verərsən, o birisi adama o şeyi sən demiş, yəni verməzsən, o birilər durub isyan qaldırır ki, biz də istəyirik, yəni. Məsələn mən özümü yəni çox şanslı hesab edirəm ki, bizim komandada elə şeylər yoxdur, yəni. Hamı deyir də, hə oyunda da falan deyib keçir, yəni. Mən bildiyim magical itemlar götürürəm ki, o bir oyunçulara verir. Yaxşı gedir. Yəni dediyim kimi, əsas burada faktor əyləncədir də. Yəni nəsə bir əyləncəni korlayırsa, onu artıq yəni gözdən çıxartmaq məncə okeydir. Müəllim, istəyirəm Lətif sənə bir dənə sual verim. Müəllim, sən indi neçə dənə komanda oynatmısan bu günə qədər? Fərqli komandalara neçə adam oynatmısan deyim, GM kimi? Belə deyim sənə, özüm ümumiyyətlə keçən ildən bəri də bu Game Master'da başlamışam. Nəsə biraz yeniyəm. Və məlum hamımızın həyatında bəzi problemlər var. Mənim də həyatımda yaşanan problemlərə görə mən o qədər də belə deyim, bu bir illik müddətdə ən düzənli oynatdığım belə deyim də zaman hardasa bir 5-6 aylıq bir zaman aralığı olub, sahələ deyim. Yəni o bir ildə mən 365 günündə belə hər gün oyun oynatmamışam. Təbii ki. Təbii ki, yatıb durub oyun oynatmamışam. Adam özü sıxılar. adam öyle yatıp durup oynatsam. Ama o 5-6 aylıq oynatmağımda belə deyimsə çox şey görürüm. Yəni çox oyuncu tipləri görmüşəm. Oyunda çox şey yaşanıbdı. O belə deyim də, yəni sizə belə deyim ki, birinci sessiondakı məndən o axırıncı sessiondakı mən fərqli idi. Hani çox inkişaf eləmişdim. Zaten hər session sonundan sonra oyuncuların eleştirilərini falan da alıram. Məsələn, biri deyir ki, abi bunu inkişaf elətdirə bilərsən, bir də bunu edə bilərsən falan. Düşünürəm, qeyd aparıram, özüm məsələn inkişaf elətdirirəm. Eləsi olar məsələn deyə bilər ki, abi bu NPC-ni daha yaxşı səsləndirə bilərdin. Eləsi var deyir ki, abi daha yaxşı maxınlar qoya bilərsən. Eləsi var deyir, kombat biraz daha yaxşı ola bilər falan. Yəni belə üstünə qoya inkişaf edirdim o üstün məndə. Çünki mən də hamı kimi bir insanım. Yəni mən də səhv edirəm və səhvimləri öyrənirəm yəni hamı kimi. Belə deyim sizə, özüm çox adam tanıdıqca çox az bir qrupa oynatmağa qərar almışam. Çünki inan o qədər toksik insan gördüm ki bir yerdən sonra. Yəni şey oldum, yəni 100 adam görürəm. Aralarından bir 5 adam falan düzgün sıxır. O 5 adamı oynadıram ancaq. Yəni deyirəm ki, əylənmə oynamıram. 5 adamla oynayanda əylənirəm də olsun. Nə istəyirəm, belə olur. Fərqli qrupla oynadıqca yavaş-yavaş biraz içə qapanma situasiyası yaşandı məndə. Həqiqətən hamılıq deyil. Sən yadındadır Nurlan. Teoriyam var ya onunla bağlı. Niye bu tabletop RPG falan gruplarında bu kadar çok toksik insanlar var? Bunlar şeydiler diye. Çoxu nörddülər də falan. Adamların yəni həyatında bir şans yoxdur ki, eləsinlər, nə bilim. Yəni tək burada özlərini hiss edə bilirlər ki, oy da mən güclüyəm, mən nə bilim nəyəm. Burada toksiklik eləyirlər. Yəni əllərindəki tək şans odur. Müəllim, yadındadır sən? Biz ilk dəfə Fate oynayanda gəmidə bir dənə qız var abi. 6 nəfərin 6-sı da mən qıza pul eləyirəm. Bura getdi də söhbət axırdı yer. Tamam, biri eləyər, ikisi də 6-mız da mı elədi? Nə olub? Hə müəllim, yəni həqiqətən yəni D&D-ni gərək tam gatekeeping də eləmək istəmirəm, amma ki yəni bəzən yəni belədir də, mən roleplay hamı üçün deyil. Məncə deyəndə biraz gatekeeping eləmək lazımdır. Məncə biraz gatekeeping lazımdır yəni. Çünki çox toksik insanlar gəlir və biraz FRP-ni biraz çox səhv formada anladılar. Yəni sanki kompüter oyunuymuş kimi anladılar yəni FRP-ni. Belə ən çox vuran, ən güclü oyuncu, ən çox vuran, ən belə hörmətli oyuncudur. Yəni elə anladan adamlar var. Yəni şey olaram bura. Yəni bax, adı nədir? Özünün RPG-dir. Adı nədir? Hani role playing game. Mən bura nəyə gəlmişəm? Role play eləməyə gəlmişəm. Hani bir xarakteri yaşamağa gəlmişəm. Xarakteri canlandırmaq istəyirəm. Yəni tamamilə hamımız xarakterimizi gücləndirmək istəyirəm, amma yəni bir konseptçi xarakterimi gücləndirmək var. 400 vuran, hər tur 400 vuran xarakterimi eləmək. Bura da eyni şey deyil, indi onlar. Yəni o şeydə Həbib Nurmagomedov yaratmağa gəliblər də burada. Hər tur hamını boğur. Müəllim, bir də istəyirəm bir şey deyim həqiqətən.
həqiqətən də. Yəni sən qəşəng yerdən açdın. Yəni hər tur 400 vuran karakter müəllim. Belə ən sevdiyin bu günə qədər məsələn sənin oyunçuların arasında Nurlan sən də düşün istəyirsən, sən də düşün müəllim. Yəni bir ki aşağı yuxarı hamının yaratdığı karakter bir-birinə oxşuyur da, yəni aşağı yuxarı. Yəni bir o aradan bir çıxan, bir fərq eləyən, baxıb yəni ki bu karakterin lore-udur, background-udur falan. Oturub düşünmüsən ki, məsələn bir dənə adam gəlib ki mən belə bir karakter yazmışam, demirsən ki, hə də həqiqətən yəni bu fərqlidir, yəni burada nəsə var. Nurlan. Bax mən o qədər çox şey eləməmişəm, DM'li eləməmişəm və DM'li elədiyim oyunçuların çoxu da şey olmayıb, təcrübəli olmayıb götürsünlər. Yəni adamlar o qədər məlumatlıdırlar ki, belə bir şey eləsinlər, yeni nəsə bir şey. Bu arada müəllim mexaniki olaraq da demirəm yəni. Okey, başa düşürəm. Yəni amma oyunçu olduğum şeylərdə biz elə bil ki vaxtında Şükürlə oynayanda bir dənə ingilis oyunçumuz var idi. Adam nə düzəltmişdi deməli, şey idi. Warlock idi. Sehirli Teddy Bear idi. Mən çox ləzzət eləmişdi ki, sehirli Teddy Bear'di. Və şey eləyir, nədir bu? Məsələn bunun sahibi olan qız var, onu xilas eləməyə çalışır falan. Çox yəni yaxşı ideya idi məncə, mən bəyənmişdim. Yəni maraqlıdır, yəni mənə də maraqlı gəldi bu dəqiqə. Sehirli Teddy Bear. Şey Warlock olmağı da əslində şeydir də, yəni başa düşdüm aşağı yuxarı konsepti necə qurub orada. Müəllim səndə bəs? Mən o cəhətdə ümumiyyətlə çox şanslı bir insanım, onu deyə bilərəm. Oynatdığım adamlar belə deyim də sizə çox özündən düşünülmüş və bambaşqa belə xarakterlər asaraq gəldi hər dəfə. O cəhətdən çox şanslıyam yəni ümumiyyətlə. Hamısı uşağın kimidir mənim. Acan? Hamısı uşağın kimidir indi. Deyəməyəsən bir nəfər arada. O biraz səhv anlaşılır, amma uşağım ki biraz səhv anlaşılır. Karakterdə danışıq təbii ki. Yəni belə deyim də hamısı belə deyim də. Görürəm oyuncu belə özənlə həqiqətən düşünüblər, fikirləşiblər, bir konsept yazıb. Bəzən klişe konsept yazıb, oradan deyim. Hər dəfə zaten çox belə özgün bir şey yazmaq çətinmiş. Hamımız bir yerdən ilham alıb bir şey yazırıq da, amma indi bunun yazma formatı var da. Məsələn, gözəl formada işləyir bunu. Gözəl formada yazır bunu. Görürəm ki, həqiqətən adam əziyyət çəkir, bir şey düşünüb, bir konsept fikirləşib və xarakter yazıbdı. Xarakter həqiqətən çox belə şey kimi deyil la. Ala mənim uşaq vaxtı kəndimi qoblinlər yağmaladı. Mən indi qılıncımı almışam, mən fighteram, bütün qoblinləri öldürəcəm. Yəni daha detallı və bu olsa belə, bunun daha detallı və həqiqətən daha düşünülmüş yuxarı səviyyələrinə falan belə yazıb gətirirlər. Anakin Goblin Walker. Ayzən? Heç nə, Star Wars zarafatı elədim bir də. Nə? Anakin Skywalker zarafatı elədim amma. Mən yəni şeydə ən zəhləm gedən background şeydir. Bəs mənim atamı öldürdülər, mən gedib qisas alacağam. Yaxşı, nətər fikirləşdin onu? Yəni əziyyət çəkdin Allah. Koroğlu da yəni konkret. Min il qabaq yazılmış şeydir də bu. Okey, revenge hekayələri maraqlıdır, hə. Amma yəni nə qədər onlarda yəni yaxşı, lap revenge hekayəsi yazmaq istəyirsən, elə ki, mən elə bir şey fikirləşirsən gedib o həmin adamı elə acı bıçaqlayıb öldürə bilməzsən də, yəni nəsə bir şey olsun, okey? Şey versin burada. Elə deyim, mən o barədə bir xarakter, yəni bir oyunçu bənzər bir xarakter yazmışam, amma necə yazdı bunu? İntiqam konsepti var idi, amma xarakterin öz psixologiyası, öz dünyası, ətrafında yaşadığı və gördüyü hadisələr, reaksiyalar falan həqiqətən səncə bir revenge var, amma burada da bir xarakteri var. Yəni bu revenge-dən sonra içinə düşəcəyi boşluğu və o həyatdakı məna arayışını falan görürsən. Adam onu belə düşünüb, fikirləşib yazıb yəni. Oyunda belə o bir yalnızlığını falan görürsünüz. Onu oynayır, amma şey kimi deyil, Edgy Boy kimi, "Gəl mən yalnızam" falan kimi yox. Yəni Edgy Boy kimi də yox. Həqiqətən bir yaşayır o xarakteri. Çox da gözəl yaşayır. Məsələn, daha belə özənlə düşünüb bunu detallandırıb yazanlar var, gözəl olur. Müəllim, məsələn, bu inspiration point-lərə bir dənə də bir şey. Məsələn, karakterin nə qədər dərin olsa, məsələn, o qədər Məsələn, bunu eləyən həqiqətən şey var. Mənim axırıncı videoda yüklədiyim videolardan biri, məsələn, Off-Worlders öyrədirəm videosudur. Orada da danışmışam məsələn. Orada konkret qayda olaraq yazıblar ki, uzun səyahətlərdə oyunçular otursunlar, hamı bir-birinə karakteri ilə bağlı sual versin və yaxşı cavab verənə experience verin deyir məsələn. Yəni bunu qayda olaraq qoyub. Məsələn, mən çox xoşum gəldi bundan. Məndə bir dənə bir şey var. Bir dənə onu tapım sağa göndərəcəm. Elə bir ki 100 dənə sualdır. Deyənli formatında, amma bunu çevirmiyorlar. Dediyin Off-Worlds'ı çevirmiyorlar. Elə bir ki 100 dənə sualdır öz xarakterini daha yaxşı tanımaqla bağlı. Deyir ki, deyən gözlə, sabit dəqiqində bunu yolla. Yolla müəllim. Deyir bunu elə bir ki, xarakteri fikirləşərkən və xarakterin daha dərin yazmaq
yaşamaq istəyərkən oturub deyir düşünə bilərsən, özünə bu sualları verə bilərsən ki, Aha. məsəl üçün tutalım, nə bilim, deyir ki, həyatda məqsədinə çatandan sonra indi nə edəsən? Məsələn, belə bir sual var məsəl. Oturub fikirləşirsən bununla bağlı, bunu oturub yazırsan, xarakter daha yavaş-yavaş bunları cavablandırdıqca dərinləşməyə başlayır ki, yəni hətta mən buyam yox, bu oldu və bundan sonra mən nə edəcəm? Həyatda nə yaşanacaq? Mənim yaşam tərzim falan, xarakter dərinləşməyə başlayır. Atdımsa, birdən baxarsan zəhmət olmaz. Qəşəng konsept. Bunu D100 ilə efirə bir daha əyləncəli formatda. Bir dənə D100 tool'sa da siz indi eləyə bilərsiniz. Bir dənə D100 tool'layıb baxırsan ki, nə sual var məsələn üçün. Qəşəng konseptmiş. Nurlan abi, sən nə fikirləşirsən? Nə ilə bağlı? Yazın, mənim də yadımdan çıxdı. Karakter konsepti dərinləşdirmək deyilir. Hə, salondan danışırdıq. Mən özüm personaj düzəldəndə şey eləyirəm, belə deyək, həyatında o baş vermiş vacib milestone'lar var da, onları fikirləşirəm, hə. Bir də ki, araya nə bilim, bəzi şeylər yüngülvari əlavə edirəm, nə bilim. Amma düzün deyim, hər şeyə ən başdan fikirləşdiyim olmur. Yəni bəzən şeylərimi görürəm ki, oyun hansı istiqamətə gedir, mən də çalışım personajı elə bir ki, o istiqamətdə aparım. Düzdür, şey olmasın yəni. Tutaq ki, oyun gül, çiçək, hamı əylənir filan, mən məni uşaqlıqdan bütün ailəmi öldürüblər mən. Yaxşı, biraz rahat ol, biraz chill ol, yaxşı. Yəni çalışım o iki dənə vacib nöqtə qoyum ki, okey, bunlar 100% olub. Hə, sonra da ki, qalanların yavaş-yavaş oyun getdikcə. Məsəl üçün o biri personaj soruşur, mən ona əsasən fikirləşirəm ki, okey, yaxşı, belə bir şey də olub. Qoy bunu da ki, belə şeylər əlavə. Müəllim, sırf və toksik karakter, yəni özü oyunçu olaraq toksik yox da, toksik karakter oynayacağam məsələn. Elə bir şey məsələn necə reaksiya verərsən? Toksik mən oynamışam elə. Hə. Toksik deməyə evil personaj oynamışam açığı. Mənim özümün çox amma DM-in də xoşuna gəlirdi yəni. Bax, məsələ nə idi? Deməli, şeydir, şükür biz elə ki, bir dənə kampaniya oynatmışdı. Bu əsas pis adam necromancer'dı da. Aha. Biz bu birinci şeydə epizodda bizi bildiyin, yəni polu sildi də bizlə, okey? Neysə, sonra da bizi məcbur elədi ki, siz artıq mənim idarəm altındasınız. Mən sizə bir dənə şey tapşıracağam, gedib onu eləməlisiniz. Daha sonra biz yolda gedirik, şeydir, biz elə bir ki, nəsə bunun minyonlarından biri saxlamış. Deyir, hansısa kənddə idi. Hə, heç nə, bizi öldürəcəklər falan. Mən qayıdıb dedim ki, buna yaxınlaşım ki, qulaq da, mən sənin bosun üçün işləyirəm də. Məni niyə öldürürsən? Heç nə deyir ki, okey. Onda şey elə, sübut elə ki, sən bizə şeysən, loyalsan. Heç nə qayıtdın. Adamlar nə üçün elədi? Hə, bundan sonra yəni şeydir, DM razı. Düz mənim o personajımı ayırıb, elə bir ki, onunla DM-dən ayrı kampaniya gedirik. Bir dənə də şey, yaxşı personaj düzəltdim ki, o bir oyunçularla davam edim. Hə, neysə. Amma mən nəyə çalışdım? Çalışdım ki, oyunun axırına kimi, məcbur qalmayana kimi, o biri personajlara, elə bir ki, oyunçuların personajlarına heç bir hücum falan eləməyib. Və açığı axırıncı əqdə kimi də eləmədim. Hə, belə daha çox çalışırdım ki, uşaqlar, bu pis adam əslində yaxşıdır, bu bizə kömək eləyəcək. Gəlin siz başa düşmürsünüz. Manipulyasiya, okey. Amma yəni adam da oradan mənə şey eləyirdi, yəni qəşəng təkliflər eləyirdi ki, gəl, mənim personajım elə ki, öləcəkdi. Deyirdi ki, sənə kömək eləyəcəm, sağ qalassan falan. Orada bir dənə də başqa personaj var idi, onun beynində mind flare var idi, öləcəkdi. Ona da mən deyirdim ki, qulaq as, səni də xilas edə bilər. Gəl sən də bizə qoşul. Müəllim, mən axıra kimi elə. Mən ümumiyyətlə karakterlərimə falan fikir vermisənsə burada, yəni oyunda. Məndə yəni pis adam, yaxşı adam deyə bir şey yoxdur. Bizdə hamı cındırdı yəni. Yəni ki, bir nəfər yaxşıdır, bir nəfər. Yəni mən xoşlayıram ki, yəni hamının bir şeydir, grey areası olsun da yəni. Yəni hamının nəsə bir öz şəxsi şey. Çünki real həyatda da yəni ki, mən yaxşılıq nümunəsiyəm. Mən pis adamam. Niyə prosta pisəm? Niyə elə olmur da onlar yəni. Açıq mən şey deyə bilmirəm. O çox yaxşı personaj oynaya bilmirəm. Bir yerdən sonra ürəyim sıxılır. Ya mən də burada yəni böyük ehtimal oynayamaram çox yaxşı personaj. Müəllim şeydir, Lətif sən kampaniyalarında falan evil personaj olub. Mən bayaq dedim olsa ki, mən evil oynadım. Ümumiyyətlə icazə vermir. Tək bir nəfər. Ümumiyyətlə evil oynadım. Mənim istəyirsən elə Yaxşı, bəs şey, neytral olsun, tutaq ki, biraz evil'a yaxınlaşsın falan, elə bir şey olub. Ümumiyyətlə əzizim, evil oynatmıram, yenə deyirəm. Hamı belə iyilik mələk olmaq zorunda deyil, yəni həm lawful olmaq məzəmmət deyil, neutral ola bilərsə, amma dediyim kimi, mən elə bir zövq almıram onunla, yəni bir oyunçunun evil oynamasının mən qiymətini zövq almıram, neutral oluna bilər yəni. Mən də dediyim kimi, yəni ki, mənə görə yəni evil karakter deyə bir şey yoxdur, yəni kəsişməyən motivasiyalar var. Ona görə də yəni əgər sən bunu tam səmimi olaraq, məsələn, mənə sübut eləyə bilirsən, razı sala bilirsən ki, mənim motivasiyam budur, ona görə mən bu hərəkəti eləyirəm, yəni yoxsa prosta mən yəni
pis adamam diye, yəni Yo, yo. get Bırak Tam gedib iyi uşaq personajlar öldürürəm. var. Hə. Sen Yani niye her kifayet kadar toksik adamlar görsen bilersen ki hakikaten evil personajları var. uşaq öldürür. Mesela Anakin Skywalker adam uşaq öldürür yəni, amma yəni tamam o biraz o biraz ağ idi yəni. Çox sırf yəni Yəni- nifrət eləyəydi. Uşaq Neyse. öldürürəm. Niye da yani? Niye? Hani tamam. Yani, Abi tamam, bir də bilmiyorum. Türkiyədə bir dənə Yolda- YouTuber var. Bilmirəm, bilirsiniz Mr. Tolga Turan adında. O deməli filmlərin şeyini də əslində villainların falan tərəfini saxlayır filmlərdə. Anakin Skywalker'ın uşaqları öldürməyini bir dənə şey elədi, burada normalizə elədi. İkincisi hə də yəni adam deyir ki, bunların zaten beyni yuyulub deyir. Bunlar olsa ki təriqət. Bunlar artıq yəni geri döndürmək olmayacaqdı bu uşaqları. Bu uşaqlar böyüsəydilər yəni ümumiyyətlə daha pis olacaqdı. Ona görə başdan öldürməli idilər yəni. Mən də fikirləşdim ki, hə də təriqətdə beyinləri yuyulub düz. O adamın şirinlər haqqında videosu var. Bax o qədər ki. Onu görməmişəm mənim. 100% kommunizm zat deyib amma yəni. Allah Şirin baba nə bilim nə deyirlər Karl Marx nə bilim nə falan deyir. Çok qəribə şeylər də Şirin baba. O köhnə haqqında. temadır bu arada, Brad. Yəni Şirin baban Karl Marx olmağı. İlk dəfə Tolga Turan deyir. Məsələn müəllim indi söhbəti indi roleplaydan Getdi başqa yerlərə. Hə, müəllim, ümumiyyətlə world building-lə bağlı keçən dəfə biz Nurlan abi ilə danışdıq elə world building-i. İstəyirəm elə bu dəfə səndən də soruşum müəllim. World building-də, yəni ümumiyyətlə world building tərzi nədir? Yəni world building-də nələrə diqqət edirsən və ya world building-də məsələn ucu açıq bir şey buraxırsanmı, yoxsa yəni ki mən hər şey, mənim oyunum, mənim dünyam, mənim qaydalarım hamı şey eləməlidir. Nə deyirlər ona? Yəni biad eləməlidir mənə falan kimisən mənim. Necəsən? Yox da tam da biad eləmək kimi də yox. Hə. Necə olur? Mən necə yazıram öz dünyalarımı Okay. yazarkən? Orada düzdür. Bəlli bir krallıqlar olsun, nə bilim torpaqlar olsun, dəyərli resurslar olsun falan. Yəni ağlına gələ biləcək hər hansısa bir bəsit temalar falan hamısı ümumiyyətlə var olur. Bunların üstünə bəlli şeylər inşa edilir. Xarakterlər olsun, konseptlər olsun, qruplar olsun falan. Yavaş-yavaş elə bir başlıqları yazandan sonra bunun içini doldurmağa başlasan. Yəni bu krallıq başlıqdır. Krallıqdakı vacib adamlar, krallıqdakı qruplar falan içini doldurursan yavaş-yavaş. Bunları yazarkən də yavaş-yavaş artıq belə deyim də orada bir xarakter bəlirlənir. Kimsə bu krallığın məsələn ümumiyyətlə yapısı nədən ibarətdir? Yəni bu krallıqdan bəhs edənlər kimi məsələn insan ağlına nə gəlir? Yavaş-yavaş hər şey belə deyim məna qazanmağa başlayır. Onun üçün əlavə bir dokumentim var 100 suallıq. O da o qədər deyil, amma istifadə edən kitablar var. Hə. İstifadə edən kitablar var. Onda çox kömək edirlər. Hətta Sandbox Creator falan kimi kitablar var. Mən indi açım da müəllim deyən. Müəllim, bu kitab ki, burada müəllim world building-dən bağlı getdim ala. World building-dən bağlı, hə, görürsünüz indi. Aynen. World building-dən bağlı müəllim xüsusi bir section var. Yəni ki, 30-40 səhifə world building ayrılır. Sırf yəni ki, sən hamısını deyir yəni ki, bunları düşün. Kainatında nələr olmalıdır? Sənin dediyin eynisini yəni bu dəqiqə dediyimin. Shelldark'ın özündə də bayağı şeylər var. Belə deyim, adventure creator'ları var, NPC creator'ları var. Yəni bayağı bir creator'ları var onların özü. Mən onlardan istifadə edirəm. Çox gözəl o da yəni. Bu arada O da Karen tam güzel. sənlik oyun deyib. Sən Onu nəyə görə? bir ara oynat da olar. Olar müəllim. Olar. Çünki orada Karen'da bir dənə qayda var da, yəni atdığın həmişə vurur, yəni zər atmırsan, vurmadığı üçün. Yəni zər bildim niyə hater olaraq, deyirsən, bildim niyə deyirsən, tamam. tam bir zər hater olaraq Zar hater deyil, prosta favorimdir. Onda necə şey eləyirsən ki, başa düşmədim. Necə failure olur? Olur yəni. Zar hater deyiləm, sadəcə favorimdir o qədər. mən fail olmursan yəni ki. Prosta deyirsən ki, mən falan adama vururam, gəlirsən vurmağa. Vurursan yəni zər atırsan, ya da heç zər atırsan ancaq. Onda negativ şeylər necə baş verir? Abi kombatdan əlavə təbii ki, yəni zər ata bilirsən başqa şeylər üçün, amma yəni kombatda bir də vurdun vurmadın üçün əlavə D20 atmırsan da. Aha. Prosta sən nə ilə vurursansa o silahın zərrini atırsan, nəticə nədirsə çıxırsan HP-dən. Elə. Nasıl? Kimin HP-si daha çoxsa odur? Evet, elə deyil əslində. Hə, əslində hə. Kimin HP-si daha çoxdur da. Mən yəni biraz kreativliyə falan yönəldir də insanları kimi düşünürəm. Yəni daha belə o dəqiqə girək nə bilim dang vurub çıxmayaq da. Strateji qurursan. Bu formatda vururam falan kimi. Yəni okey, başa düşdüm. Onu bir də bir ara oynayaq. Çox maraqlı gəldi. Olar müəllim. İnşallah olacaq. Bull campaign olacaq. Ay yox, Olar. oynayan varam. Yox, hayır. Olar müəllim. Bir də one shot, two shot, nə bilim bir şeylər eləyərik. Görənlər. Şeydir, mən
şeydir, həmişə də qəhrəman yadındadır, sənə də şey edirdim. Bunu deyirdim ki, eləmə də yax. Bu şey məsələsini, zər məsələsini. Hə. Bütün deyirlər, deyirəm, ay, buna da zər atdırma da. Yəni bunu zər atdır. Belə bir şey üçün zər lazım deyil. Hər də bütün diyəm olub həmişə də demişəm. Bəli, mən atdırıram zəri. Sən necəsən? Xoşum gəlir zər atdırma. Ya ona görə yox, mən sən necə? Mən onsuz da ki orada beynimdə milyon dənə şey fırlanır mənim, yəni. Tam dediyim kimi Shadow Dark deyir. Məsələn deyir ki, müəyyən yerlərdə zər atdır. Məsələn, time intensive olanda deyir zər atdır. Və ya zərin nəticəsində yəni həqiqətən yəni ciddi bir şey olacaqsa failure və ya ki uğur qazananda həqiqətən yəni oyunun gedişatına təsir edəcək bir şey olanda zər atdır falan. Mən onu məsəl üçün amma hər dəqiqə fikirləşməliyəm ki, okey, indi nəsə olacaq, olmayacaq. Yəni time pressure əşat sərfi geçsin. O beynimdə milyon dənə şey fırlar. Bir də onu düşünməyə axotum olmur. Mən çox şikayət elədiyim bilirsən nədir? Bax, elə bil ki, nəsə bir action var. Hekayəni davam etmək üçün bu vacibdir. Məsəl üçün investigation edib tutaq ki, nəsə dəlil tapmalıdılar ki, nə bilim dəlil gətirə bilsinlər, oyun davam eləsin, düzdür? Qayıdıb ona zər atdırır. Müəllim, yaxşı, heç birimiz keçmədik də, yaxşı, hamımız bir at. Neyniyəcəyik onda? Hə, uşaqlar, sağ olun, bu günlük bu qədər. Heç nə. Hekayə burada bitdi. Yəni sən özünə niyə adam niyə özünə belə bir pislik eləsin? Yəni ki, vaxtınız çox getdi. 8 saat vaxtınız getdi tapdınız ha. Yəni yoxsa zər niyə yapsan? Mən də bu arada bunu fikirləşirəm ki, burada Game Master əgər əlləşirsə əlbəttə ki, bunu deyə bilər ki, uğursuzluq özü də bir yol açır əslində. Yəni Game Master əgər bunu yazırsa, yəni uğursuzluğun da açdığı yolu yazıbsa, yoxsa uğursuz oldunuz, görüşərik dostlar. Bu günlük bu qədər falan deyilsin. Yəni uğursuzluq da mənim bir yol aparırsa. Game over. Mən buna da razıyam. Hani uğursuz olanda da mən açdan o yolu görməyə razıyam mən. O da marağıma gəlir. Görən nə yazıb? Başa buradakı yol daha maraqlıdır. Çünki həyatda sadəcə uğurdan inkişaf eləmir. Həyatda nə uğursuzluqlarımız var. Yəni bizim özümüzün də həyatda əldə etdiyimiz uğursuzluğun nəticəsində əldə etdiyimiz nə təcrübələr falan var. Əgər bunu yazıbsa nə gözəl. Mən okeyəm. Və yazmayıb görüşəriksə, çox vaxt təəssüf ki, yazmayıb görüşərik. Gəl davay görüşərik. Yazmamışdım, əlləşdim, istəmədim davay. Məndə bilsən necə olur o? Məndə şey kimi olur. Mən zaten zəri atdırıramsa, dalım ki, elə Nurlanın dediyi kimi. Məsələn, mən önəmli vaxtda zəri atdırıram. Dalım. Zəri atanda əgər bunlar uğurlu olursa, normalda 8 saata tapacaqları şeyi o dəqiqə tapırlar. Amma o şeyi zaten tapacaqlar, zəri fail olsa da. Prosta daha çox vaxtları gedəcək amma. Məsələn, mən elə edirəm. Okey, bu da okey, bu da okey. Mən fail eləyək, hə, əlbəttə. Ya mən də öyrənirəm ki, nəsə olsun, nəsə uğursuzluq olsun, nəsə pis getsin. Məndə o qədər olub ki, orijinal nəsə plan qurmuşuq, nəsə səhv gedib, oradan improvizasiya edib nəsə dəyişməli olmuşuq. Hə, prosta ki, onu sən şey eləməyəndə, onun üçün plan qurmamısansa deyəm olaraq. Ya öz işini niyə çətinləşdirirsən? Görüşərik. Məndə suallar qutardı, free takıla bilərik istəyirsinizsə. Kim nədən istəyirdi danışsın, şeyinə girə bilərik. Bir dənə sizdə belə bir situasiya olub da siz tutaq ki, gözləyirdiniz ki, komanda sizin qoyduğunuz missiyanı belə həll eləsin. Amma siz gözləmədiyiniz formada belə bir şey baş verib. Yəni o gözləmədiyiniz formada ona həll üsulu tapıblar. Həmişə. Həmişə. Belə çox xoşunuza gəlibdi amma bunun baş verməyi. Yəni həmişə baş verib. Yəni onsuz da ki, müəllim, mən bir yerdən sonra başını buraxdım artıq. Yəni oyunçular nə edəcək, nəyi nətər eləyəcək, onu predikt eləməyin başını buraxdım. Yəni mən sadəcə yolları qoyuram, buraxıram ki, davay, nə edirsə eləyin. Yəni sən çünki yəni müəllimin də dediyi bir şey var da, sən yəni orada şeyə fokuslanmalısan missiyada, yəni. Sən bu missiyanı qurmusan məsələn, bir dənə kənd qurmusan da, bu kənddə zaten bir yaşayış var. Bir-birinə düşmən factionlar var məsələn. Yəni sən ora girməsən də ümumiyyətlə, nəsə eləməsən də, onlar ya bir-birinə girib nəsə eləyəcəklər. Yəni ki, mən o şeyi xoşlayıram. Məsələn, sən müdaxil olmasaydın da orada məsələn bir şey olacaqdı, kimsə öləcəkdi, kimsə qalacaqdı, bir şey dəyişəcəkdi. Yəni sən girdin deyə tamam, yəni fərqli nəticə oldu. Yəni o fərqli nəticəni mən şey eləmirəm, yəni. O şeyə baxıram. Əsas yəni məqsəd mənim oynayıcı səviyyəm budur ki, bacardığım qədər, yəni oranı zaten yəni bir axış kimi bir şey qoyum orada. Yəni oyunçular gəlib müdaxilə eləməzlər də, hə, sözləri getsinlər başqa yerə. Burada da amma ki, burada da nəsə yaşandı. Sonrakı dəfə gələndə görəcəklər, yəni ki, dəyişiklik var amma. Qəhrəman gözəl cavab verdi əslində. Yəni tam olaraq deyəcəyim hər şey edə əslində qəhrəman. Prosta əlavə
əlavədən nə deyə bilərəm? Mən biraz başımda buraxmıram. Elə bir ki, özüm də fikirləşirəm. Fərqli özüm də əlavədən fərqli yollar verirəm. Mən şey kimi deyil. Ala bu əşyanı alırsan elədən çox. Elə bir ki, necə deyim? Özüm alternativ yollar təqdim edirəm. Yəni bunu da elə bilərsən. Bu da ola bilər, bu da ola bilər. Məsələn 3 dənə yol verirəm tutalım. Deyirəm ki, hansını istəsən onu elə. Hansı yolu seçsənsə bir şey olacaq. Yəni hansı yolu seçsən seç, həm yaxşı, həm pis. Bir şey olacaq. Yəni nəticəsini görəsən. Mən belə form verirəm. Sən müəllim bəs. Elə bir şey olub ki, misal üçün o 3 dənə yol vermisən, üçünü də götürməyiblər. Amma nəsə başqa bir şey eləyib həll eləyiblər məsələn. O da gözəl sualdır. Belə deyim sənə. İndi biraz detal məsələsi var burada. Necə olur o? 3 dənə əsas həll yolu var. 4-cünü belə deyim də tapmaq olmur. Çünki o 3 dənə dediyim necə bir şeydir? Məsəl üçün ya bu əşyanı verərsən, ya bundan danışıb bunu iqna eləyərsən, ya nə bilim heç girməzsən bu yola. Heç bu formatda deyirəm əslində yol. Yəni zaten bütün o opsiyonları sizə sunmuşam yəni orada. Yəni hansını seçsənsə bir şey olacaq. Yəni girməməyi də seçə bilərsən bu arada, zorunda deyilsən. Girməsən də nə bilim tutalım məsəl üçün getdim bir il sonra oyun vaxtı ilə bir il sonra getdim bura gəlin görün ki məsəl üçün burada şəhər yox olub tutalım. Yəni onun hər formatda bir sonucunu görürsən onsuz da. Məsələn mən bir də aktiv örnək olaraq verə bilərəm. Məsələn bizdə Qalın Ağacın 8-ci bölümündə belə bir şey var idi ki, indi çox deməyəcəm. Məsələn təbiət ana var idi. Təbiət ata var idi. Təbiət ata təbiət ananı döyürdü deyə həmişə. Təbiət ana necəsə onu şey eləmişdi, dustaq eləmişdi hardasa. Aralarında toksik münasibət var idi də bunların. Və tanış gəlir bir yerdən amma. Və hardan tanış gəlir? Konsept tanış gəlir. Hə, okey. Sən tam elə. Hə, deməli bunlar axırda şey eləməkdilər də, ya təbiət ana bunlara güclərini bəxş eləyəcəkdi, ya da gedib təbiət atanı xilas eləyəcəkdilər. Təbiət ata xilas eləyəndən sonra təbiət ata bunlara kömək eləyəcəkdi. Yəni 2 dənə yol var idi. Bunlar təbiət ananı razı saldı ki, gedək təbiət atanı xilas eləyək. Yəni o gözləmirdim məsələn. Şey oldu da gedək biz danışacağıq, sənə dedi döyməyəcək falan, ora gətirdilər söhbəti yəni. Hər kəs 35-ci şansa layiqdir. Azərbaycanda FRP Azərbaycan dəyərləri ilə FRP. Neyse abi, belə bir şey olmuşdu məsələn. Mən gözləmirdim məsələn. Oyunçular da təəccübləndirlər onsuz da qeyd etsən. Yəni bu çox təbii bir şeydir. Və məsələn olmalı da bu arada. Oyunçu sən təəccübləndirməlidir də yəni. Mənim çox xoşuma gəlir misal üçün. Mən gözləmədiyim bir şəkildə nəsə həll olunanda. Ona görə hərdən bir mənim ideyam budur ki, oyunçulara random magic item verin. Onlar onun nə vaxtsa kreativ şəkildə istifadə edəcəklər və əyləncəli olacaq. Həm də özlərini hiss edəcəklər ki, nətər ağlayam şeylərdən. Üsul tapdım kreativ nəsə. Ona görə yəni mən onun tərəfdarıyam. Hərdən bir random magic light. Özün də bilmirsən nə işə yarayacaq. Oyuncular tapacaq amma. Bunu edirəm bu arada. Həqiqət dediyim kimi işə yarayır. Bəzən random bir şey verirsən, o an lazım deyil ha. O an baxır deyir ki, bu nəyimə lazımdır, bunu niyə verim? Sən bilirsən, üstün pulla. Yəni saxlayırsa çox kreativ bir şey yarada bilər. Yəni free moda keçəyim müəllim. Əslində 1 saat 4 dəqiqədə danışırıq yəni. İstəyirsənsə şey yekunlaşdıra da bilərik amma free moda keçmədən də. Kim necə istəyir? Yəni sənin kanalındır, yəni qərarı sən verirsən. Zorla saxlayamaram da heç kim. Bu şey bir də o, sənin zorla saxlayırlarsa nə bilim gözlərini verir ki, qırıb. Yəni Nurlan abi, sən ürəyin dolu idi Baldur's Gate-lə bağlı. Sən isə biraz fikirlərimi deməli. Onu başqa vaxt müzakirə eləyərik. Ona bir epizod lazımdır. Uydu. Onda müəllim, mən onda heç olmasa Baldur's Gate. Oynamısan mən Baldur's Gate. Bitirəndə neçə saat oynadığımı açıb göstərim bura. Yox. Neçə saat? Müəllim, sən heç nə açıb göstərmə müəllim, template korlanmasın. Həm də ən sevmədiyim şey odur müəllim yayınlarda. Template kimsə girir, çıxır falan, template korlanır, sonra 5 dəqiqə ona gedir bax. Həm yaxşı, denəndə bir neçə saat oynamısan? Yəni şey olaraq deyirəm, neçə saat oynadığımı göstərim, yəni şey kimdən, gör nə qədər oynamışam mənasında. Yox, denən müəllim, neçə saat oynamısan? Ya 200 saatın üstündəsən, demək konsept olaraq deyirəm mən o sözü yəni. 200 saatın üstündə müəllim. Hə, uzun hər də oynayıram bu arada, hər də gedir. Qəşəng. Mən nə qədər oynamışdım? Mən 80 saat oynayıb bıraq deyəsən. 80 saatda amma mənim üçün yəni bilsən nə deməkdir? Yəni rekord kimi bir şeydir 80 saat mənim üçün. Xüsusilə də yəni ki, hal-hazırki vaxtlarda da, ya bu dəqiqə bilmirəm yəni indi iş var, güc var falan, yəni çox oyun oynamağa vaxt olmur. 80 saat 100 saata bitirdim. Amma yəni bildiyin mən şey edirdim, mən çalışırdım bütün side missionları eləyim. Çünki şeydir, oradan sərf eləyir, qəşəng itemlar falan alır. Nəysə bunu müzakirə eləməyək. O sonrakı videoda danışarıq. O da 6 ay sonra danışarıq onu. Müəllim, mən bir dənə mən bilsən də
müəllim Nurlan abi, sən anything but D&D də, yəni ki, mən hər şey D&D xarici elə bir adamam, yəni. Hər şeyi oxuyuram, belə bu yaxınlarda da Space Campaign araşdırırdım məsələn, nələr var, nələr yox. Elə Off-Worlders'ı tapdım. Ondan sonra Space Campaign ilə bağlı məsələn Coriolis görmüsən müəllim, Coriolis'i? Xeyr. Heç kim eşitmir. Həm Coriolis deyə bir şey oxudum mən. Yəni bu çox qəşəng hissələri də var. Elə bil ki Star Wars'dur, Star Wars, amma Middle East-ə keçir kimi düşün, yəni. Bütün adlar ərəbdir, nə bilim. Tamam ki şey qoyublar, drink olaraq ayran qoyublar, nə bilim. Yemək olaraq şiş kebab qoyublar belə. Ayran var ala. Məsələn, abi, yəni Qazali adında gəmi falan var, nə bilim. Belə qəribədir. Məsələn, tamam maraqlı konsepti maraqlı olmalı. Prosta indi baxanda da bilinir ki bir yerdən, yəni bu Amerikada oturmuş, yəni ki bu ağ adam tərəfindən yazılıb da bu, yəni ki random, yəni ərəbcə sözlər yazıb ora qoyub. Belə mənə biraz şey gəldi. Yəni Middle East-in içindən çıxmış bir adam olaraq mənə biraz cringe gəldi ya, o adlandırmalar falan belə. Hayca. Məsələn, Bu arada əsas dediyim o L5R var ya, misal üçün. O belə deyim, normalda özüm biraz belə Asiya və Japon temalı belə sistemlər falan görmüşəm, biraz oxumuşam falan. Eləsi var ki, həqiqətən dediyim kimi ağ adam tərəfindən yazılır. Yəni bu Koinichi var, Xançin falan deyər, belə döşüb də random basıbdı. L5R-də mən bir şey deyim, həqiqətən də məncə ağ adam tərəfindən yazılır onlar, amma həqiqətən də o kültürü bilən və o kültürdə məncə yaşamış insanlar tərəfindən yazılır. Oxuyana çox rahat anlaşılır. Hansı kültürdən? Nə culture üzərinə qurulub? Belə deyim, ümumiyyətlə Asiya, Çin, Japon, Koreya, bunların həqiqətən tarixində öz kültüründən baz alaraq həqiqətən yazılmış bir sistemdir. Ona görə də xoşuma gəlmişdi. Amma bunun xaricində müəllim Nurlan abi, sən məncə çox sevərsən Coriolis. Çünki yəni full simulyasiya üzərinə gedir də, yəni space simulation-da kanka. Yəni gəmilərin ən incə detalına qədər yazılıb. Mən 30 dənə gəmi var. Nə bilim, klasslar var, klassların sub-klassları var. Üstəlik şeylərə görə də ayırıb məsələn, qruplar. Siz məsələn tradersınızsa, məsələn, bu klassların bu sub-klasslarını götürün deyir. Məsələn, pilgrimlər var. Pilgrimsizsə məsələn bu sub-klassların bunlarını götürün falan məsələn. Bir dənə priest olsun, bir dənə nə bilim. Məsələn, adicə worker deyə bir şey, gəmi işçisi deyə klass var. Məsələn, adamın şeyi oldu, yəni gəmi işçisiyəm mən. Yəni ki, amma onu da götürə bilirsən amma yəni oyuncu kimi. Məsələn, hacker var o tərəfdə. Bu tərəfdə mistik güclə bir də mən də gəmi işçisiyəm. Bayda indi ağlıma gəldi. O da ən xoşladığım troplardan biridir. Hamının məsələn magical falan, nə bilim, nə super gücləri var. Bir dənə də adi qarşıdır. O da ordadır. Ən xoşladığım şeylərdən biridir. Komandan danışır plus homi. Orada da çox sadə bir adam durur belə salam deyir orada. O Shadow of Dark'daydı deyəsən. Roast About diye bir klas var. Yəni sadə insan. Prosta sadə insan yəni. Sıfır səviyyə aça bilirsən. Yox, klasın özü prosta sadə insandır. Yəni ki, heç bir özəlliyi yoxdur. Kəndlisisən də yəni. Hə, kəndçi klası. Amma donum yenə deyəsən. Hə. Onun da deyəsən amma bir özəllikləri falan var idi. Yadımda deyil indi, amma yəni klasın özəlliyi o idi ki, heç bir özəlliyi yoxdur. Nə gözəl. Mənim xüsusiyyətim heç nədir ya. Xüsusiyyətim sadəliyimdir də. Hə. Ondan əlavə müəllim, yəni biraz şey oluram da, yəni biraz cringe oluram, amma ki içimi də yeyir ki, oxuyum, maraqlı da gəlir bir tərəfdən. Yəni belə toksik münasibət yaşayırıq Coriolis'lə bu dəqiqə. İndi görək də indi axırı nə olacaq. Nifrət üstünə qurulmuş eşq kimi də. Eynən müəllim. Sonra Fate şeyi də oxudum. Fate. Fallout sevirsiniz ümumiyyətlə müəllim şey olaraq. Yəni setting olaraq. Belə nə sevirəm, mən nifrət edirəm. Yəni çox nötrəm bu barədə. Mənim çox xəyalım var müəllim. Bu kanalda istəyirəm Fallout Bakı oynadım bir dəfə. Amma yox müəllim, o biraz Mən bir dənə bomba ideyam var. Hə. Yəni şey Demək olacam. istəyirsən. Ləzgi qul olacam. Uy da. Əfsanə bir şey olar əvvəllər. Ləzgi qul. Gələndə bombalar düşüb evə qayıda bilmirəm. Belə xəncərim falan var. Historically accurate. Aha. Müəllim, onu eləyək bir dəfə müəllim. Məsələn mən Fallout 2D 20 bir dənə də istəyirəm, bir-iki dənə fikrimi deyim müəllim. Elə adicə adamlar məncə Fate-dən çox təsirlənib. Həqiqətən Fate-dən çox təsirləniblər. 2D 20 sistemini quranda. Çünki sən dedim ki, o Fate point-lərin yerinə action point-lər. Məsələn, luck point deyə bir şey var. Məsələn, luck
lock point-ləri əlavə olaraq xərcləyə bilirsən məsələn. Necə xərcləyə bilirsən? Məsələn, deyə bilirsən ki, mən burdan belə bir resurs tapdım məsələn. Lock point xərcləyib onu eləyə bilirsən məsələn. Onu baxan kimi deyirsən ki, hətta Fate-dən götürdü. Amma onun üzərinə də böyük bir həqiqətən bu Fallout-un bütün o sistemini qurublar da. Ondan əlavə müəllim, bir də bir şey xoşuma gəldi mənim orada. Məsələn, biz keçən dəfə oyunda da danışırdıq. Məsələn, sən ayağına mı vurursan, başına mı vurursan, hara hədəf var, onun heç bir fərqi yoxdur da, düzdür? Yəni oyunda. Məsələn, burada digital oyundakı sistemi götürüb birbaşa role play-ə implement ediblər. Sən məsələn, o vuranda kimsə bir dənə zər var, 20-lik zər var. Zəri atıb bədən hansı üzünə dəydin onu eləyə bilirsən. Və ya əlavə məsələn Pip-Boyun varsa deyə bilirsən ki, hara vururam, deyə bilirsən məsələn. Pip-Boyun yoxdursa məsələn çətinliyi artır. Harasa spesifik bir yerə zərər vurmaq istəyirsənsə. Bilirsən nə? Çünki müəllim oyunda var. Hər bədən üzvünün bir şey var, can barı var. Yəni can barı bədən üzvlərinə görə eləyiblər, distribut eləyiblər. Yəni məsələn qolun məsələn o da bizə nə görə yaxşıdır məsələn. Həqiqətən qolun canı qutarandan sonra qolun belə ilişir qalır, qolu işlədəmirsən, bir qolla qalırsan, nə bilim. Ya da ki ayağından vurursan hərəkət eləyə bilmir. Ay sağ ol. Amma strategiyalar məncə çox ümumiyyətlə gözəl bir şeydir. Oyun dərinlik həqiqətən. Yəni mən çox sevirəm ümumiyyətlə bu tip şeyləri. Yəni direkt vurduğum yerinə vururam. Yəni cəmaət şikayət edir. Ay 5e çox şeydir, qarışıqdır. Ay çox detal var. Gedişinlə məşğul ol. Cəmaət vaxtında 3.5-lə Uyda 3.5 gedib mühasib zad götürməli olurdular ki, gəlsin bizə kömək eləsin. Amma bir şey deyim, məncə ümumiyyətlə bu üzrsə bölmüş kimi oldum səni. Məncə bu ümumiyyətlə FRP dediyimiz şey zaten oxuma tələb edir. Yəni o oxumayandan sonra bunu nə oynayırsan? Yəni bu məncə oxuma tələb edən bir şeydir ümumiyyətlə bu FRP tərzindən. Yəni o kitablara falan baxma görə. Öz aranızda elə söhbət eləyin, arada deyin ki, hə bu oldu. Hə yaxşı bu olmadı. Öz aranızda söhbət eləyin. Yəni uydurun da nəsə. Amma müəllim, yəni sənə bir də Lətif, sənə də bir şey deyim yəni. Çox spesifik bir qrupun olmalıdır ki, ona oynadasan, yəni bu cür, yəni məsələn Fallout 2-də 20 kimi. Heç kim oturub məsələn mən məsələn oxumuşam starter setdəki qaydaları. Bunlar 50 səhifə filandır. Bunun rulebook-u var. Bu rulebook 400 səhifədir. Yəni heç kim durub onu oxuyan deyil, yəni. Heç mən özüm belə girib oxuyan deyiləm onu, yəni ki 50 səhifə bəsim oldu yəni. Spesifik şeyləri götürdüm, onun üzərinə quracam indi mən hekayəni oradan. Amma ki yəni ki casual insanlarla oynayırsansa, məsələn Kering kimi oyunlarda, Shadow of Dark'ın özüdür. Yəni çox da şey yormur da, oyuncunu yormur qaydalar baxım. Yəni ümumiyyətlə Shadow of Dark'dan yorulan oyunçu varsa getsinlər başqa şey eləsin. Hə də yəni sən də role play oynama yəni. Sənlik deyil. Amma ən çox da müəllim şey üçün səbirsizlənirəm. O dediyim kimi bu heç bir variantın yoxdursa, şeyə action point verirsən. GM-ə action point verirsən ki, onu sonra mənə qarşı istifadə edin. Çox qəşəngdir ya. Çapacam da yəni. Bu Degraft'da fear teması var, ona oxşur aslında. Orada məsələn fear yığışır, Game Master istifadə edir oyunçunun üstünə. Hansı oyunda o? Daggerheart müəllim unutdum kişinin adını. Matt Mercer. Hə, Matt Mercer. O elədiyi şeydir. Orada məsələn D12 üstündən oynanan sistem. Orada məsələn 2 dənə D12 atırsan, biri Hawk'dur, biri Fear'dır. Baxır hansı da yuxarı gəlir. Ən yuxarı gələni istəyirsən falan, Fear gəlirsə məsələn. Uğur olursan amma yəni Game Master bir Fear point qazanır. Sonra sağ onu istifadə edə bilər. Onu özü bəlli edir ha vaxtsa. O ağlıma gəldi bundan danışarkən. Oxumusan ümumiyyətlə sistemi ya da baxmısan məsələn reviewlarına falan. Belə deyim, bir dəfə oynamışam amma nə yalan deyim, bəs başım qarışdı. Oynamışam, bir dəfə oynamışam. Amma başım qarışdı yəni. Onu deyim. Yəni sistemi tam tuta bilmədin necədir? Tam tuta bilmədim, elə deyim sənə. Biraz yəni vaxtımı ayıram ki, anlaya bilim. O da ətrafımda oynayan qrup yoxdur. Açıq mən də o qədər də yəni bayılmadım istəmə yəni. Oturub oxuyuram. Oturub oxuyardım onu. Mənim oyun sistemi səncə qarışıqdır, yoxsa oynadan adamdan asılı idi sən məncə? Məncə sistemlə bağlı bir şey var. Çünki sistemdə biraz dərinlik var. Yəni deyirəm 400 səhifə oxumaq istəmirəm. Bunu da oxuya bilməyəsən, bunu da oxuyamayəsən, onu deyim yəni. Yəni hər klassın özünə məxsus bir xarakter kağızı var, sağ elə deyim. Yəni hansı ki bizim oynadığımız sistemlərdə universal bir xarakter kağızımız var. Orada Degraft'da hər klassın özünə məxsus bir xarakter kağızı var. Yəni özünə məxsus xarakter kağızını doldurursan. Mənim bir şey yadıma düşdü. Root oynamısan Root heç board game görüşlərində. Məndə var. Yəni Steam'də də var, şey falan da var amma heç oynamamışam yəni. Heç oynamamısan müəllim. Mən də oynamamışam. Mən oynamamışam. Müəllim Root mənim ən sevdiyim oyunlardan biridir yəni. Bütün expansionlarını almışam, orada da elədi
Yəni ki, hər oyunçuya oyun başa salmalısan sıfırdan. Yəni çünki hər oyunçunun oynanışı fərqlidir, çox asimmetrikdir. Amma mənim marağımı çəkdi bu dəqiqə sən elə deyəndə Dagger Heart bu dəqiqə. Yəni məndə də eyni cürə. Mənim marağımı çəkdi. Otur oxuyaq. Bir ara baxın da, yəni 400 səhv olmazsan bir oxu. Yəni mən xoşdur yəni. Mən bu dəqiqə təzə rulebook oxuyub şeysən, təzə oyun öyrənsəm açığı eləyəcəyim ən çox oynamaq istədiyim şeydir Pathfinder 2-dir. Dəhşət çox oynamaq istəyirəm. Mənim onu da danış istəyirsən indi. Pathfinder 2 ilə bağlı. Bilirsən necə? Biraz şeylərdən araşdırdım. Adamlar şeydən daha çox, elə ki D&D 5-dən daha çox şeylər verir, optionlar verir character building. Mən elə bir şey istəyirəm. Yəni misal üçün sən o şey var idi, class düzəltmirsən, bacarıqlar var, onları götürürsən, əlavə edirsən falan. Gözəl səs. Necə? Fitləri komboluyursan. Hə, belə. Yəni mənim fikrimcə çox əla səslənir də bu. Açığı şey eləsək, mənim əgər həvəs varsa, mən məmnuniyyətlə onu oturub öyrənmək istəyirəm. Məncə istəyirsən birinci şey eləyək, Fate-i oynayaq. Hə, o öz yerində. Hə, ondan sonra müəllim Pathfinder-a keçə bilərik bu. Ümumiyyətlə bu Pathfinder-dan danışdıq. Yəni müəllim başqa oynatmaq istədiyin nədir? Yəni Shadow of Dark xaric. Məsələn, oynatmaq istədiyin bir setting olub ki, ayda bunu oynadardım kiməsə. Valla belə deyim sizə, hazır arada sırada belə oxuduğum fərqli səmlər olur. Hərəkilik yoxdur. Hərəki yoxdur amma. Yəni necə deyim, baxıram, oxuyuram, deyirəm ki, okey, oyunçu kimi oynayaram, amma Game Master kimi yox deyirəm məsəl üçün. Yəni bu dəqiqə elədir. Oyunçu kimi oynayaram, amma Game Master kimi yox. Mənim ən böyük problemim bilsən nədir müəllim? Cyberpunk-la bağlı, Cyberpunk bir settinglə bağlı düzəməlli bir oyun tapa bilmirəm. Məsələn, bu Borgların şeyləri var da, bir list 30 dənə, 40 dənə Borg oyunu var da. Məsələn, Cyborg deyə bir şey var, bu Borg listlərindən. Onda açdım, oxudum. Bir-iki reviewsuna bax. Deyirlər ki, yəni sıxıcı gedir də, yəni oyun tam oturmayıb. Məsələn, Cyberpunk Red-ə baxdım, məsələn, elə ən çox ən məşhurlarından biridir də. Deyirlər ki, Cyberpunk 2020 çox simulyasiyadır. Cyberpunk Red, yəni onu çox belə tam sadələşdirməyə çalışmağı bacarmayıb falan. Bilmirəm, ancaq neqativ rəylər görürəm Cyberpunk-lərlə bağlı. Yəni o çox istəyirəm məsələn. Shadow nə? Cyberpunk oyunu var. Shadow nə müəllim? Onu da şey eləyirlər ki, bəs nədir bu? Rulebook yaxşı yazılmayıb, nə bilim nə falan. Ayda müəllim, rulebook mənim problem deməli. Deyirəm axı mən oxudum Fallout 2D20-ni. Müəllim, bu sən indi bax, sən bunu ayrıca bir produkt kimi satırsan da, düzdür? Yəni ən azından bir işdə, bir şeylə, yəni heç şey etməyiblər. Prosta yəni ki, o orijinal rulebookdan səhifələri çıxardıb copy paste eləyiblər, müəllim. Ondan da əlavə, məsələn sən ancaq starter set oynayırsansa, təsəvvür elə deyir ki, sən oyunda bir dənə minor action'ın var hər turda. Yəni mən sonradan girdim rulebook oxudum. Deyir ki, bir major, bir minor action. Təsəvvür elə sən gedib sonradan rulebook oxumamısansa, onu oxumusansa, yəni oyunun belə kasıb yetimiz ki oyun gedəcək orada. Yəni bir dənə durdum ayağa, vəsə keçdi. Əlimi cibimə atdım. Keçdi, turun keçdi yəni. Elə oynayasan oyunu yəni. Texnik olaraq nəfəs alırsan, action da keçdi. Nəfəs almaq actiondur bu arada. Nəfəs almaq actiondur. Əslində bilirsən necə bir şeydir nəfəs almaq? Şey kimi actiondur. Yəni sən öz actionında deyə bilərsən ki, məsələn, mən özümü hazırlayıram nəyəsə belə. Nəsə bir şey olacaq hiss edirəm. Mən özümü hazırlayıram və o şey olanda sən təsir almırsan gələn bölüm məsələn. Elə bir şey olur. Yəni bu action da həqiqətən. Məsələn, hiss edirəm ki, məsələn, zəlzələ olacaq, gəlib hardasa divardan tuturam məsələn. Bu da action. Amma o məntiqlidir. Hə, amma bu hadisə olanda, sənin karakteri və deyəsən bir initiative falan düşür, əlavə bir action eləyə bilər sənin karakterin bu olanda. Yəni, amma olmasa, prosta eləmiş olursan. Biraz gamble kimi bir şey qoyublar da, yəni sistem olaraq. Ümumiyyətlə sənə deyim də müəllim, yəni Fate-i mekanikləşdiriblər, yəni ki, yəni Fate-də məsələn sənin özünün ağlına gəlib deyə biləcəyin hər şeyi yazıblar ora və onu qayda olaraq qoyublar ki, məsəl üçün bunu eləsən nəticəsi bu olacaq falan. Elə bir oyundur biraz. Heç oynayanda görəsiz indi. Video nə qədər oldu belə fısması? Müəllim, video 1 saat ya 90 dəqiqə oldu müəllim. Bunu hamısını qoymasan yəqin ki. Arada böyütməli bir şey kəsəcək. Bir iki şey kəsərəm ya da bəlkə qoyaram hamısını belə axotum olmaz. Bax da yəni. Kim istəməsə skip eləsin. Hə. Şey qoymaq olar mı bəlkə? Qoyurlar, nə bilim, bu dəqiqədə bu başlığı danışdıq, bu dəqiqədə bunu danışdıq. Başa qoyula bilər. Məncə yəni ki, qəşəng conversation oldu. Mən yəni əyləndim yəni. Yəni
Maraqlı oldu. Onda son sözləri alım, yəni ki, hamıdan. Prosta ki, mən şey eləmək istəyirəm açıq. Mənə gəlir ki, Lətifin bizdən daha belə ciddi, robust belə kampeyn düzəltmə şeyi var, sistemi var. Yəni mən onun haqqında açıq daha detallı eşitmək istəyirəm. Okey müəllim. Eşitmək istəyirik sən. Bir şey ona ayıraq. Elə bir video ona ayıraq. O belə 5 dəqiqə danışa biləcəyim bir şey deyil, deyil mi? Müəllim, məncə müəllim, mən sinemanın qızıl qaydası ilə hərəkət eləyək, danışma göstər məncə. Yəni ki, Lətif bizə bir one shot oynatsın kanalda, onun üzərindən gedək məncə. Oradan hər şey bəlli olsun. Nəyəsə müəllim. Buradan da zarafat elə görərsən. sən zarafat elə. Görəcəyik indi. Müəllim, səndə bir konkret bir şey tip var da, yəni ki, oyunda zarafat eləyəndə inspiration-da deyil də, yəni ki, disadvantage-ın atasından növbəti zərik cəzalandırır bir də üstə. Abi mənə deyilir olar. Neyse, çox da şey eləməyək. Amma mən zarafat elədiyinə görə cəzalandırdığım olub personajları. Yersiz yerdə eləyirdim. O gərək mən deyileyim arada müəllim. Bəzi adamlara lazımdır həqiqətən. Şey deyim bu arada, mənə elə düşünə bilərsiniz bu arada, çox təbii bir şey düzdür. O qədər mənə belə deyim də, uzun vaxt tanımırsınız deyə belə düşünə bilərsiniz, normal bir şeydir, amma sizə belə deyim, mənim yəni oynatma tərzimdə bir ciddilik var, yoxsa 80-20-yə gedir. Yəni o 20 o zarafatlar falan deyil, mənim də çox güldüyüm şeylər yaşanır yəni. Yəni robot deyilik, belə oturaq, onu niyə əylənirsən, niyə gülürsən kimi deyil. Yəni o gülmək də olur. Yəni yox müəllim. Yəni daha ciddi hekayə mənim xoşuma gəlir. Elə sevənlər var bu arada həqiqətən də. Onu oynayırıq, zövq alırıq, yəni belə. Hani sizinizdəki daha mırtsa, o da bizim öz zövqümüzdür. Yox müəllim, məncə biz səni özündə yəni tanıdıq, gördük, yəni çox belə əyləncəli karaktersən özündə. Yəni zor deyirsən ya, dezavantajla aslında. Davay bəyənmədim bu zarafatını. Bunlar hamısı belə deyiləm bu arada. Bunlar hamısı yəni ki, şey dedi, işin dadı duzu bibərdir. Biz səni sevdik müəllim, yəni insan kimi də sevdik yəni. Minnətdaram, çox sağ olasın. Ümid edirək sən də təəssüratların necə olacaq görəcək indi orada. Mən zarafatı xoşuma gələn Nurlan, davay, sən öldürürəm, sən sevəyirsən. Yenə? Okay. Yox da müəllim, Nurlan zarafat eləyir, o biri karakterlərə date save atırsan. Görək sağ çıxacaqlarmı? Neyse, bunlar əlbəttə ki zarafatdır. Yəni nisəfə mən belə bir insan kimi tanıyanlar falan, yəni bir adam deyiləm. Yox müəllim, yox. Dedim ki müəllim, danışma, göstər müəllim. Burada hamı öz tərbiyəsini nümayiş elətdirir bu kanalda. Hamı özünə yaraşanı eləyir. Hamı özünə yaraşanı eləyir. Yəni bura qədər baxdığınız üçün təşəkkür edirik. Kanalda abunə olmağı unutmayın, videoya bəyəni atın, çanı açın. Biz nə qərət qayırıqsa qayırıq, sizin xəbəriniz olsun bunlardan. İstəsəz komment etə bilərsiniz. Bəyənməsə dislike atın, hər formada bizə fikirləşim gəlir yəni. Belə. Bağlayıram. Təşəkkür edirəm hamıya izlədiyi üçün. İzləmədə qalın.